Salam Səfərov, salam. Alo, Çingiz salam, necəsən bura? Sağ ol, yaxşıyam, sən nə tərsən belə? Deməli qaqa, abi, gözlə görüm. Telefonun düzəltkinən birinci, dırhadır adam beyninə düşürsən. Ne oldu? Salam Şahin, salam ürəyim, nətərsən? Qalx yuxarı bırak. Salam Çingiz. Salam, nətərsən qaqa? Sağ ol, necəsən yerli? Bir dəqiqə səbir ol Çingiz. Mən səbirliyəm, brat, səbirliyəm. Qaqa, əlini çıxart bu. Ay Çingiz. O, de bana. Ha, brat. Bunu blokdan çıxart da ki, boşluq deyəcəklər var burada qaqa. Salam hər kəsə. Mən əlini blok eləməmişəm axı. Blokda deyil axı. Mən Şimdi vəziyyət blok necədir? O məni blok edib, brat, mən onu blok eləməmişəm. Salam İntizam Pəhlivan. bir dəqiqə gözlə. Salam salam. Ha, o hamı blok eləyir. Özü blok edib, qaqa. Girsin başqa profillə. Amma söyüş söyməsin də, yəni söyüş söysə mən yenə də deyirəm, kim söyüş söysə mən 10 qat artığını söyləyəcəm. Mən Emin, İnsan xoş şəmsən. Nəsə eləyiblər, kimsə nə olur? Can pəhlivan. Bəli. Nə olub Çingiz cənə? Nəsə eləyiblər yeri. Səs artıram. İndi bax. Açı, əli nə məsələ? Ali deyirəm, əli aldan. Emin nə məsələdir, nə olur? Bilmirəm, qoy görək nə məsələdir, mən də bilmirəm, ay İntizam. Qoy qalxsın yuxarı, bilmirəm, valla. Necəsən, ay insan məmə? Sağ ol qardaşım, necəsiniz? Vəziyyətsən nə tərdir? Sağ ol. Səhvəmi pozdum ya, səhvəm getdi. Nədə səhvəm pozum? Çox düzgün qoşdum. Düzük boşanmıram ya, sən o səhvətçi videolarım da getdi ya. Ha, Zəhərə. Bu dəqiqə. Bu dəqiqədən də bir 20 dəqiqə var. Bu nə? Bir dənə bu səhvəmlə gəlir, bir dənə bu səhvəm qalıb zəhər. Nə oldu ki, gəlmədi o? Dino ne Gələcək edirsən? indi gör Çingiz Özünün danış. Emin, sən bilmirsən nə məsələdir? Mən bilirəm, deyir ki, ay Çingiz. Qoy özü də desin, təsdiqləsin bu sözü. Deyir, Attım ona. özü danışsın. Qalxsın yuxarı, attım. Hələ qəbul elə. Ha, qəbul Mən edeyim. sizdən xahiş edirəm, söyləyin. Actually, it's to my friend. I give you, he no make delete. Ya, söyleyin, söyle. Stupid. Akşamınız xeyir olsun. Əli sən saat, Aleyküm salam. heç kim söyləyəcək Emin, on burada. başım bırak. Akşamı. Ağat. Atmışam da. Ha, salam İcazə əleykum. verirsiniz, yəni o günkü söhbəti izah edeyim. O gün mən cəzanın canlısına niyə girdim? Buyur. Ha. Axşamçağı idi, saat 6 idi hardasa həmin günü. Nurəddin mənə zəng elədi. Söz soruşdu. Dedi, Çingiz sən YouTube'da video paylaşıb, ondan pul qazanır. Dedim, nə bilim, keçən səfər yazdım Çingizə sil həmin videonu. Dedi ki, silə bilmərəm də, oradan mənə pul gəlir. Qayıtdı dedi, qələt eləyir. O kimdir sənə qarşı eləyir? Onun cavab cəzasını verəcək.
Dedi, axşam qoşularsan Zazanın canlısına. Orada danışarıq. Başa düşürsən, həmin söhbəti açmaq istədim. Mən də dedim ki, dedi, sildirəcəm Çingiz o videonu, narahat olma. Dedim, sənin sözünlə Çingiz onu silər. Dedi ki, narahat olma, qıraqda qalacaq. Yəni, heç kim onun üzünə baxmayacaq, məcbur silərəm videonu. Dedi, axşam girərsən canlıya, söhbəti açarsan, mən də danışacam. İndi qulaq as, mən danışım. Ümumiyyətlə, mənim bir xarakterim var. Mən tanıyanlar da yaxşı. Sən mənə desən ki, Çingiz, xahiş edirəm, belə şirin danışıb desən, mən o videonu silərəm. Amma mən də prinsipial adamam. O ki, qaldı Nurəddinə, Nurəddin yox, Nurəddinin timsalında kimliyindən asılı olmayaraq kimsə gələ, mənə göstəriş verə, video sildirər. Yəni, mən onu heç vaxt silmirəm. Mən çox prinsipial adamam. Yenə də deyirəm, indi o... Görürsünüz, nətər, söhbət nətər olub, ay millət. Bilirsiniz necədir? Nə bilim, çörəyimin dadı, duzu yoxdur da. Sonra bax, bu uşağı atırlar mənim üstümə. Ay Çingiz, bir dənə söz deyim də. İndi sən danış, İltizam, buyur. Bir dənə söz deyim. Bu insan girdi, söhbəti açan ki, mən ağzının üstündən, yəni bir yaxşı mənada ağzının üstündən vurdum ki, olmaz. Özü burada yoxdur, danışmayın. Bu mənə qayıtdı ki, sən kimin tərəfini saxlayır? Nurəddin müəllim dedi də sənə, dedi. Deyəcək, çıx özü tulla balqonuna aşağı çıxıb tullayasın. O dedi, sənə belə topladı. Bir dəqiqə, sözümü kəsməyin. Sən Sözün kəsməyin. yaşlı başlı bir insansan. Sənin öz yaşın var. Maşallah, əsgəriyə getmişsən, gəlmişsən. Sən sözünü deyib təsdiq edən bir insansan. Yəni səni heç kim demə ki, məni öyrətdilər. Sənin ağlın var, uşun var. Yaxşı, belə deyək. Mən Çingizə deyəndə ki, Çingiz belə-belə, sən deydin, sən kimi müdafiə edirsən, qızların belinə minəni, minim də əcəb edeyim. Kiminsə belinə minmir ki, qızı minib əcəb edeyim. İndi sən minə cəmat edin. Yəni, onu da Nurəddin sənə deməyim ki, yox. Yox, o qız belinə minməyi zadı qoyaq qırağa. Mən onu deyirəm ki, onu sənə Nurəddin deməyim ki, qara. O söhbətin yeri necə deyil? O günlərdə o söhbətin yeri deyildi. O gün indi açacaq da, gözdə məsələ nədir? Mən heç kimin tirkasına gedən adam deyirəm. Prosta Nurəddin mənim zəif yerimi tutdu, ona görə mən saldı təliyə. Başa düşürsən? Mən çünki o bilirdi ki, istəyirəm mən Çingizə sildirəm həmin videonu. Əli, sən bunu, bax, Nurəddin müəllim Allah şahidi, sən bunu bu günləri atırsan, mən amma bunu. Neçə gün bundan qabaq Nurəddinə demişdim. Demişdim ki, Əli deyəcək ki, mən Nurəddin öyrətdim, deyil, çıx ora. Bax, bunu mən Nurəddinə neçə gün bundan qabaq demişəm. İstəyirsən zəng eləyərsin, soruşarsan. Dedim ki, müəllim, dedim nədir? Dedim, Əli bir neçə gündən sonra deyəcək ki, mən Nurəddin müəllim öyrədim. Niyə görə dedim, səbəbini də deyim də. Çünki Nurəddin müəllim dedi, sənə kömək eləyəcəm Çingizin həmin videonu silməyinə. Sonra eşitmişəm ki, mənim dalımcan danışırmışlar həmin söhbətdən sonra. Nurəddin müəllim susub, heç nə deməyib. Başa sözünün üstündə durmayıb. Məqsədi sadəcə mənim vasitəmdən Çingizi təliyə salmaq olub. Bu qədər. Yəni Çingizin nəyə təliyə salır? Çingizlə o barışacaq da, mehriban olacaq da, yaxın olacaq. Mən o günlər dedim ki, müəllimə, hər bir yəni yoldan keçənə görə Çingizlə, filan kəslə heç vaxt spor eləməyim. Niyə? Çünki bunlar gəldi gedərdi. Bunlardan heç kimin xətrinə dəyməsin. Bir neçə adamlar var ki, pəhlivan olmayacaq ömrü boyu. Yəni onlardan pəhlivan olsa gərək qatar göydə uçar. Uçan qatar göydə yox. Yox, burada pəhlivanlıq məsələsi deyir. Burada mən yəni demək istədiyim odur ki, yəni mən nə demək istəyirəm ki, qardaş. Hər adama görə Nurəddinlə Çingiz dalaşmayacaqlar. Bunlar yenə sabah barışacaqlar. Arada o mıtılalar var, onlar pis olacaq arada. Vallahi billahi. Barışacaq, bunun barışası tərəfi yoxdur. Bir adam mənə Çingizi gəlmərəm, özü bilər neyinir, nə qayrı. Prosta bir adam mənə torba tikməyə çalışsa, mən onunla barışmaram. Qulaq as, bir şey deyim. Yəni bu ikisi özü bilər də, qardaş. Mən o günləri orada özümü cırırdım ki, ay Əli, sənin bununla söhbətin varsa, Çingizlə, get söhbətini elə də, qardaş. Neçə gündür Çingiz neçə ayda oturub sakit oturmuşdu. Hətta adam üstə Allah var, bax, özü olmayıb həmişə demişəm. Sənin söhbətin olanda Çingiz deyir ki, onun adını çəkmin, özü burada yoxdur. Ya, mən onu danışmıram onun haqqında. Bax, bu söhbət eyni. Mən bir şey deyim. Bir dəqiqə, sən götürüb onu WhatsAppda şəklini qoyub, söyüşünə qoysun. Sənin nə maddi marağın var idi? Mən birinci şəxsini yazdım, dedim o aylar əvvəlki videonu sil. Mən söydü, blok atdı, sonra mən də WhatsApp-a qoydum. İntizam, bir dənə qulaq as mənə, Əli, bir dəqiqə gözlə. Mənə amma, məsəl üçün, mənə demişdilər ki, Əlini tırkalayan
şeydir. Ay Allah, onun adı nə idi yadımdan çıxdı. Bir dəqiqə gözlə. Əliyar Pəhlivandır. Naxçıvanlı Əliyar Pəhlivan. Qoca pəhlivan Əliyar, hə. Hə. Yəni Əliyar əlini tırkalayır, göndərir mənim üstümə, Əli də girir hücum çəkir mənə. Yəni virtual hücumda belə deyək. Mənə də elə demişdilər. Amma indi mən sizə bir şey deyim. Mən yenə də deyirəm, bu söhbət nədən başlayıb, onu mənə açıqlamasını veriblər. Mən intizam, qulaq as axıra qədər. Mən canlı yayımda axırıncı dəfə şeyin canlısında olanda, Zacar canlısında olanda Nurəddinə sual verdim. Nurəddin dedi ki, mən 110 kilo qaldırmışam. Mən də dedim, inanmıram. Mən inanmıram dedim. Nurəddinlə mənim başladı aramızda söhbət yaranmağa. Dedim, yəni nəinki Nurəddin, mən həqiqətən deyirəm, yəni heç bir Azərbaycanda hələ elə bir adam görməmişəm ki, heç 100 kilo geri qaldırsın. Mən görməmişəm. Yəni qaldırmaq beləncə gündə çox oğlan deyə bilər, ha, mən qaldırmışam. Çoxsu danışır, bayaq biri danışır, çəçələ barmağımla deyir 100 kilo adam da danışır da, danışmağına çox adam şey danışır. Əgər o elənçindən qaldıran, ağır gir qaldıran adam olsaydı, onun nəinki Gürcüstan, onu bütün dünya tanımalıydı o adamı. İstəyir öz devrində olsun. Temboli'də onun yaşadığı devirdə media daha güclüydü, qəzetlər var idi. Dünya tanımalıdır adamı. Onu əgər dünya tanımayıbsa, özü deyir yarımçıq elədi, getdi. Tempo'da yarımçıq məşğul olubsa, deməli iradəsi zəif adam olubdu. O, yəni onun bəxti gətirdi ki, mən yox idim o canlıda. Nəsə, Nurəddin onun tərəfini, onun sözünü dedi, belə elədi Nurəddin. Mən də xoşum gəlmədi. Mən də dedim ki, 100 kilo qaldıran oğlan yoxdur, gir qaldıran oğlan yoxdur. Bir dənə Azərbaycanda ən ağır qantel qaldırır, o da ki, Aydındır. Familiyası yadından çıxdı. Aydın Ümbətov. Aydın Ümbətov. Ondan ağır qaldıran adam yoxdur. Kişi bunu tərəzidə də qoyub qaldırıb, Azərbaycan rekordu da qırıb. Həmişə də meydandadır, deyir kimsə varsa çıxsın ortaya. Bu faktiki sübutdur. Bu da Aydın da onu qaldıran, oturub da 50 dəfə belə jim eləmir. Ha, Aydın oturub belə eləmir. Bir dəfə təkanla qaldırır, qoyur. Bir dəfə, bəli. Bunu yəni hamı görüb, bilən idmançılar tanıyır. Nəsə bunu da qoyduq qırağa. Nurəddin də məndən şey elədi. Mən də sonra Nurəddinə qayıtdım. Dedi axırıncı dəfə tədbirdə, bax o həmin Nurəddinin səsi də var. Dedi axırıncı dəfə tədbirdə 535 kilo daş qaldırmışam. Mən də Nurəddinə dedim ki, ay Nurəddin, 12 dənə daş var orada. O nətər 535 kilo deyir. Mən inanmıram. Özü dişimlə deyir qaldırmışam. Sübut elədim ki, orada diş rol oynamır. Ondan sonra bu həmin ekranın bu yerini Heydər adında bir məxluq var. Həmin o Heydər götürübdür, həmin yerin şeyləyib, tez gedib Nurəddini qabağına qoyub. Nurəddin də ondan məndən qisas almaqdan ötürü əlini tırkalayıb salıb ortaya. Başa düşdün məsələ nədir? Ki, yəni əlini salım ortaya, çerez əli, məsələ də nədir? Nurəddin bilir ki, mən söyüş söyənəm, başa düşdün? Söyüş söyənə də, mən açığın deyim, bir adam söyüş söyəndə onu polisə verirlər, polisə də verəndə, mən birinci Meksikadayım. Yəni, mənə burada heç nə eləyə bilməyəcək. Sən nə qədər polisə şikayət eləyəcəksən, mən açığın deyirəm buradan. Kim məndən şikayət eləyəm? Gələndə. Mən bir də Azərbaycana nə vaxt gələcəm, onda hə, polis məni cərimə eləyə bilər. O da sübut eləməlisən, ha? Sən durduğu yerdə mən sənə söymürəm ki. Sən sübut eləməlisən ki, durduğum yerdə Çingiz mənə söyübdür. La bilsən nə döndü? Bir nəfəri tuturlar televizorda. Polisə zəng vurur, deyir ki, mənim qonşum gəlib mənə nə işəmə uğrayıbdır. Söz sömən legal deyil ki. Onu da tuturlar. Qardaş, sən mənə də cərimə eləyəcəklər. Yəni sən onu bilginən ki, məndən şikayət eləyənin özünü də cərimə eləyəcək polis. Yaxşı, sən onu niyə söylürsən? Mən durduğu yerdə söylürəm amma. Dinə eşitsən mənə. Yoxsa əli səndən torpeda kimi istifadə ediblər. Mən bildim ki, onu Nurəddin edibdi. Çünki Nurəddin sənin tərəfini Çingiz. Mənim zəif yerimi tutdu. Bildi ki, mən sənə qarşı hirsliyəm biraz. O videonun oradan silinməni istəyirəm. Məni arxayın elədi ki, mən o videonu sildirəcəm. Əlinə rahat olma. Mən də ona güvəndim, arxayın oldum. Elə bildim, bacaracaqdı. Ona görə girdim canlıya. Dedim, bəlkə bir şey alındı. Alınmadı heç nə. Başa düşdün? Əksinə səhərsi gün alıncan danışıram. O səsini çıxartmadı. Qatarın altına cəb atacaqdın, qardaş. Yox, elə məsələlərdə yox. Bu mənim zəifliyimdir. İrstiliyimdən Həmən günü, eşidirsən Çingiz, həmən günü Əli mənə zəng vurmuşdu. Deyir, Nurəddin mənə zəng elədi. Dedi ki, axşam canlıya gəl. Əli dedi ki, sən də gələsən, canlıda olacam. Amma qoşmadılar o məni. Yox, sağ olsun ki, Əli sözün düzün deyir. Əlinin bir dənə xarakteri var.
Əli düz danışan adamdır. Başa düşdün? O yalan danışmağı xoşlamır. Kişi kimi nə varsa onu deyir. Yəni mən də Əliyə deyirəm ki, Əli, sən ki belə mərdlik elədin, mən sən həqiqətən deyirəm, mən sən o videoyu şey eləyəcəm, siləcəm indi. İndi deyən canlıdan sonra siləcəm. Çünki orada mənim şeylər yazırlar. Yalnız adamlardan da zəhləm gedir. Sən narahat olma ki, o video mənim eləyəcəm. Yüzü desinlər də yalan. Yəni sənin özünə görə siləcəm ha mən o videonu. Eşidirsən? Mən Nurəddin Azada görə, nə bilim Həsənə Hüseynə görə yox. İmini sənin özünə görə mən o videonu silərəm, problem yoxdur. Amma səndən də xahiş edirəm artıq dərəcədə Türkiyəyə gedib bir də mənim üstümə gəlməyəcək. Yo, narahat olma. Söhbət oldu, bağlandı, getdi. Yəni Türkə verən insanlar çoxdur. Bilirəm mənə zəngləsə. Mənə Quran haqqı mənə həmişə deyirdilər ki, bunu əlini örgədir, Əliyar pəhlivan əlini örgədir, Əli ilə Əliyar dostdular, qardaş kimidirlər. Əliyar spesiallə əlini örgədir, sənin üstüvə salır ki, sən şey deməksən. Mənə də elə deyirlər. Cengiz, Əlis çox saf uşaq da, onda sənə deyim. Çox safdır. Namaz qılaram, dinləram, Bir də ki, mömin bir şey deyim, mən bir səndən Namaz qılanda Allah qəbul eləsin. Amma çox şey. Allah qəbul eləsin. Mən də namaz qılıram, hatta safdır, Amma safdır. ağzın insan böyüklərimizin ağı olur. Namaz elə söz yazır. Görürəm, ağ olmaram. Prosta mən sənin ürəyindəki niyyəti hiss edirəm. Ay qardaş, nə niyyət? Mən sənə deyirəm ki, Çingiz burada yoxdur. Dalımda niyə danışırsan? Haqsız deyirəm qardaş. Mən kişi kimi danışam. İntizam mənim Hissiydim də, yoxsa adi vaxt eləməm. Orada hissiydim. Yoxdur, hissiydim qardaş, yenə deyirəm. Əli, məndən sənə bir əmanət, bir qardaşım. Əli, bir şey yerinə heç vaxt çatmamış, şey eləməmiş, xətura dəyin, anlamamış, bu anlamı bir şeyə çatmamış, yəni kimisi üstə getmə. Ha, dostlar, mənə bağışlayın, mən hələ restorandayım. Allah haqqından çıxım, rədd olum gedim evimizə, eşiyimizə. Buna bax. Restoran hələ mən taksi çağırasın, gedəsin. Yaxşı, intizam Allah. Həmişə işdə gücdə aynısı. Mən nə qədər gəmisi balalara kəlbə qazanmağa, mənim qazanmağa. Arada bizi də çək. Günopan? Pan? Mən gözüm düşdü. Dostlar, sağ olun, şimdi sağ olun dostlar. Sağ olun Özlem. Sağ olun. Sağ ol. Sağ ol, sağ ol. Sağ ol. Mənə prosta maraqlı olan bilsən nədir? Əli, səndən xahiş edirəm. Mən prosta bu epizodu bilmək istəyirəm. Mənə deyirlər ki, deməli Əli və bir neçə nəfər gediblər, görüşmüsüz. Amma mən demirəm, mənə deyiblər. Mən özümdən çıxartmıram. Gedib görüşmüsüz Əliyar Pəhlivanla, Naxçıvandan Əliyar Pəhlivanla. Sonra da oradan getmişsiniz polis şöbəsinə. Orada məndən şikayət eləmişsiniz. Elə bir şey olubdu, Əli. Yox, elə bir şey olmuyor. Heç mən Əliyarın nə məndə nömrəsi var, nə realda görüşmüşəm, nə bir şey. Realda indiyə kimi üzə gəlməmişəm mən Əliyarla. Elə bir şey Çingiz. Elə bir şey olmuyor. Qardaş, sadəcə o baba var, baba. Baba deyirlər. O gedir, sən o mənim yerimə ərizə yazıb, qaqa. Onu bildiyi o iş verən şeydir, onun haqqında mən məlumatım çox. Hə, yəni bir də axırda da sənin adın vardı. Mən ona görə şikayəti geri götürdüm, qaqa. Mən bilmirdim sənin adın var orada. Onun haqqında mənim məlumatım çoxdur, eşidirsən? Onun haqqında mənim məlumatım çoxdur. Yəni, o mənə Şamaxıdan promoy deyiblər onun sivasını. Yəni, partlaq adamdır. O, normal oğlan deyil o. O, mən həmişə demişəm, deyəcəm də. O ki, qaldı Əliyə, Əli yaxşı uşaqdır. Prosta Əlinin bir dənə şey pisdir ki, Əli hər şey inanır. Mən də qınamıram. Əlinin qoy qurağa, mənim özümü də inandırmışdılar. Mənə də inandırmışdılar. Mən də dəli olmuşdum ki, Əli nəyə görə gedir? Mən başı ümumiyyətlə heç Eliyarın adını çəkmirəm. Eliyar məndən nəyə görə polisə verməlidir? Orada o kim demişdisə, o da yəni aranı qatmaq istəyən adamdır. Yəni bu millətdən hər cürə fitnə gözləmək olar. O ki videoya qaldı, atmışdılar mənim üstümə. Bax o oyun gedir, mən bilmirəm nə oyundur. Videodan danışım. Qardaş, mən indiyə qədər istər Əliyar olsun, yenə də deyirəm ha,
Əliyarın üzünə söz deyə bilməyən adamlar var ki, Əliyarın dalıcan danışırlar. Girirlər Əliyarın dalıcan danışırlar. Anamınca mən həmişə Əliyara sözüm olanda video çəkmişəm, video ilə sözümü demişəm Əliyara. İstər Əliyar olmasın, kim olsun. Mən, ay qardaş, video çəkib birbaşa Daxili İşlər Naziri Vilayət Eyvazova sözümü deyirəm buradan. Video çəkirəm, deyirəm qardaş. Mənim sözüm kiməsə olanda mən ona promo video çəkib danışan adamım. Mən heç kimin dalıcan ya video düzəldim ya nəsə eləyim, o mənə aid deyil. Yəni o mənim işim deyil video düzəltmək. Kimsə oyun oynadı, Emin özü də gördü də qardaş. Orada da mənim adım hallandı. Sizi də tırxaladılar, atdılar mənim üstümə. Mən də dedim, özü elə qəşəng oyun oldu, qaldım belənçinə. Nə bilim, bura. Nə olursa mənim başıma gəlir. Mən düzgünlüyə çox verənəm. Mən Rusiyada adam edirsən. Rusiyada pırnıq satır o. Mən bilirsən, həyatımı Varabskoy formada yaşayan oğlanam. Ya bu söhbətdən sonra Nurəddinin nömrəsini sildim, rədd elədim telefonla. Dedim, mənə elə adam lazımdır. Elə adam mənə lazımdır. Mənə lazım deyil, birlik lazımdır qaqa. Nə birlik lazımdır, nə bir şeylər. Mən orada 1 manat pulum yoxdur. Fəhlə işləyirəm burada. Mən heç birlikdən xeyir gəlmir. 1 manat xeyrim gəlmir birlikdən. Qaqa, boş şeydir. Çingizin Allah işini avanda eləsin. Çingizin Allah yolunu açıq eləsin. Qardaş, Azərbaycan bayrağını ucalır o bizə bəsidir. Bizə pəhləvanlıq lazımdır. Bu bir. İkincisi, dünənlərim Səhrab Pəhləvan qoşublar ora. Zaza neytraldır, okey, bildi. Zaza neytral adam qarışmır da, neytral canlını aparandır. Zaza yaxşı. Ora qoşublar, pəhlivanlar qoşublar ora. Oradakı pəhlivanlar heç biri 50 kilo qaldıran deyil. Heç 60 kilo qaldıran yoxdur orada. Heç 70 kilo qaldıran yoxdur orada. Ağır daş qaldırmayan pəhlivanları qoşublar. Səhrab da orada deyir ki, yerdən deyir 100 kilonun çəçələ adama, daşı da yox. 100 kilo adamı başıma qaldıram çəçələ barmağımla. Çəçələ barmağını 100 kilo qaldırmaq olar Çingiz. Danışırlar ya. Çəçələ barmaq ay yox, bir çəçələ barmaq nədir ki, dəmirdir yəni. Bu nə olan şey ki, 100 kilo elə eləyiblər ki, bunlar ki, oyuncaq eləyibləri bunlar 100 kiloda. Qulay eləyiblər. O bir söz dediyim, bu Elmin Mehdiyev var ha, yəni dalıcan danışmaq olmasın. Belə onun 90%'in videolarında fırıldaq görürəm. Qaqa, ümumiyyətlə mən yenə də deyirəm, bir adam yalandan video çəkirsə, yalandan danışırsa, mən bunu elədim, mən onu elədim, inanmıram. O adam qaldıranda fikir veribsən, adam özü hoppanır onun çiyinlə, özü də qıçın söyküyündə yalandan adamın bədənini də verdir. Fikir ver, görəcəksən o videoda. Çingiz, neçə idmanla məşğulsan? Ha Çingiz, 100 kilon qaldırmısan, giri. Ümumiyyətlə sən qaldırmısan giridə də. Qardaş, mən neçə ildir pəhlivanlıq edirəm. Maksimum qaldıram 65 kilo. Ondan bayına qaldırab. Ümumiyyətlə mən sənə bir sual verdim. 100 kilo qaldıra bilərsən. Bir dəfə 75 kilo gir olub. Mən 64 kilonu dayanmadan 7 dəfə qaldıran adamam. Mən 75 kilonu qaldıra bilmirəm. Amma 2 dənə 32 nə də 64 kilonu güclə qaldıran adamlar, qardaş, bir də görsən 100 kilo qaldırır, bir də görsən 80 qaldırır, bir də görsən 16-24 qaldıran adam gəlir deyir ki, mən 100 kilo qaldırıram. Boş şeylər hamısı. Hamısı fərziyyələrdir dədə. Boş o dönəm. Bu mənə bax, mənə bir sənə nə çatmır. Hamısı nədən əmələ gəldi? Mən bax bir şey deyim, açıq danışanda da mən heç kimi dalı, ya heç kimdən qorxma, bir qorxduğum Allah. Hamısı Çingiz Meksikaya gedəndən sonra hamı başladı pəhlivanlıq eləmə. Biri nə bilim bir deyədi, bir o Çingiz demişə, biri nə bilim nə. Bu qırğın davada ondan başlayıb ta bu indi bax bu yerə qədər. Ay nə oldu belə? Olsun dava eləsinlər, kim nə var, hamı məndən qabaq. Qardaş, bax, məndən qabaq pəhlivanlıq edirlər. Elə güclü pəhlivan idilərsə, elə bacarıqlı pəhlivan idilərsə, Azərbaycanda hamı onu tanısın da onları. Azərbaycanda hamı tanısın da onları. Çingiz, hirsindən sənə rədd elədim. Yaxşı elədim. Tövbə, Allah haqqı bir nətə, əlim istədim sildim, dedim sonra yükləm, daha yükləyə də bilmədim. Sən kod yadımdan çıxdı, elə səhifə batdı. Deməli, Zaza da heç nəyi bilmir, Zaza da tora düşüb, qaqa. And olalara deyəm, Zazanın
xəbəri yoxdur. Zaza yaxşı uşaqdır. Zaza yaxşı oğlan. Canlara dayan oğlu Zaza. Zaza ilə biz görüşmüşük. Zaza neytraldır, canlı aparır. Mən sənə Zaza haqqında bir şey deyim. Mən Zazaya da demişəm. Nə bilim, qaqa, həyatda da davam edir. Bəli. Sən sakitcənə otur, heç kimin işinə qarışma, otur bax günə. Bizə qalır baxmaq. Elədir, düzdür. Amma mən bilirdim, mən hiss eləmişdim ki, əlini deyiblər, əlini salıblar. Mən Əliyə pis olmadım. Əli mənə zəng elədi, yaxşı, həmən günü zəng eləmişdi. Çünki zəngi də durur məndə. Tarixi durur. Salam. Əli zəng deyir ki, Nurəddin mənə zəng elədi. Dedim, ay Əli, Nurəddin sən indiyə qədər zəng eləmirdi. Nə oldu? Birdən-birə sənə zəng elədi. Deyir ki, Qoşul Caniyə Çingiz haqqında danış. Bilirəm, bildim, o söhbəti bildim. O söhbəti bildim. Eybi yox. Bir də əsas odur ki, Əli boy deyir ki, kişi kimi mən şeylə bir yerdə polis bölməsinə getməmişəm də, Əliyarla. Yo, mən heç adi kimləsə davam olanda, o mənim vursun, ağzını partlasın, mən onu vurum, heç elə şeydə polisə qaçmıram. O ki, qaldı, kimsə hardasa ola, gedən polisə. Yox, mən indi... Əli hədsiz Mən Əliyarı danışmaq istəyərəm. Mən imini şəxsən Əliyarla danışacağım bir gün. Bir gün vaxt olacaq. Mən ona veriləsi suallarım var. Allah, mən iminlə Əliyarla bir gün danışacağım. Çünki mənim xəbərim yoxdur. Bax, Allaha and olsun. Bəlkə də mənim haqqımda da Əliyara nəsə deyirlər. Əliyarı qoşmaq lazımdır bir gün. Əliyarın özü ilə açıq söhbət eləmək, debat eləmək lazımdır. Qardaş, sənin niyyətin nədir mənə qarşı? Mənim niyyətim nədir sənə qarşı deyim. Cengiz, heç bəlkə sən heç o Əliyar bəlkə heç mən sənə deyim də, heç bəlkə 5 ildir, 6 ildir belə, hələ öz yanımdan deyil. Bəlkə sənin adı çəkmir o kişi. Heç bəlkə sənin adı hallandır. Məsələ bilsən nədir? Də işte. Müəyyən etaplar olur, atırlar Əliyarın üstünə, deyirlər Əliyar ölkədir, Əliyarın başına yığışıblar, Əliyar yönləndirir. Əliyar ondan nə qazanır ya, ondan nə ölkə, nə qazanır, ondan Əliyarın cibinə nəsə girən var. Əliyara da deyirlər ki, güya Çingiz ölkədir, başa düşdün? Davay, Çingizə, mən elə yaxşı, lap başa düşdüm, Çingizin cibinə nə girir oradan görəsə. Mən o da çatmır. İndi o, Yox, mən yenə də deyirəm, mən hər şeyi bilirəm. İnşallah bir gün mən Əliyarla da söhbət edəcəm. Mənə də elə gəlir də, çünki Əliyar bu qədər kin, yəni ola bilər, bəlkə də sən o vaxt ona qarşı bir-iki dənə səhv eləyibsən. Burası düzdür, amma bu qədər niyə kim bəsləyir sənə? Yəni düşmənçiliyi də həddən artıq şişirtmək olmaz da. Yəni görürəm çox kinlidir sənə qarşı. Deməli kimsə nəsə deyir də bunu. Qaqa, Əliyarla mənim söhbəti nə üstündə düşdü? Burada əsas söhbətin şey eləmək, kimsə götürüb Əliyarın videosunu düzəltmişdi. Atmışdılar mənim üstümə. O söhbətdən söhbət başladı. Bilirəm. Başa düşdün? O söhbət, eyni o epizod təzəlikcən yenə oldu. Yenə atdılar onu, yenə Əliyar Çingiz söhbəti. Başa düşdün məsələ nədir? Başa düşdüm. Çingiz demə, görə hara qədər getcəli, danışıb deyənəcəklər. Boş vermə elə şeylərə, Çingiz başlayır. Elə xoşum gəlir ki, o Pomeranski şpitsdən. O itləri çox sevirəm. Dünyanın ən gözəl itidir mən üçün. Qəşəngdir Çingiz, görmüşəm ondan, balaca itlərdir çıxılı. Ev itlərdir, olar deyəsə. Oyuncağa oxşayır. Kukula çıxılı. Ən çox da masası bir tərəfdə çoxdur da. Hələ idman gedir hələ, məşqlər davam edir ata. Məşqlər davam edir, prosta məşqimə qismət olsa hərbidə davam eləyəcəm. Hərbidə şərait lap çox olur ona. İnşallah. Əskəriyə getmirsən, yoxsa hələ gedirsən? Yox, əskəriyimi mən 8 ildir qurtarmışam. Sənəd vermişəm işləmək üçün. Gizirlik yoxsa maxi? Maxi kimi. Allah şovan eləsin, Allah yolu açıq eləsin də. Sağ ol, görəkdən. O 1-2-3 il işləyim, görüm də ondan sonra neyinirəm. Bəlkə xaricə qaçım. Yox, qlazok yiyirəm. Kasıb oğlanam. Qabiyyətlindən gəzir, səhər qabiyyətli mi yiyirlər? Lap yaxşı, qaqay. Aləminə Ay bu, hələ bax. Ağlın nə kəsir, ay bu.
Sən nə düşünürsən? Ay bu. Bu məsələlər nə deyə bilərsən? Ay bu. Görürsənmi qağanı nə qədər qəhbəli edirlər? Ay bu. Emin sən necəsən ay Emin? Görürsən də bu insanları tanımaq olmur. Düzdür, mən pəhlivan aləmində o qədər iştirak eləmirəm. Görürsən, dalımızca nələr danışmışıblar. Qaqa. Əli polisə gedib. Vay billah, nə qədər fitnə çıxar. Hələ səbir söz deyim, deyir, qardaşı tanımaq istəyirsən, yoldaş ol. Dostu tanımaq istəyirsənsə, uzaq yol get, məsafə qət elə. Onu da bilirsən ki, dost nədir, qardaş nədir, istəyirsən əsas. Əlbəttə ki. Çingiz neçə ildir bir-birimizi tanıyırıq qaqa? Çoxdan 4-5 ildir. Eminin özünü də Pəhlivanlığa başlayanda Emin, sənə bir şey deyim. Sənə bir şey deyim. Mən maraqlı nədir? Mən açığın deyirəm, sənin də o vaxtı kimsə tırkalanmışdı da. Mənə bağışlayın, gələcəm birazdan. Söhbət eləyin. Allaha and olsun, mənə demişdilər ki, o vaxtı Emin də, Əli də, hamısı əllərlə gediblər məndən polisə şikayət eləməyə. Mən də dedim, əllər məndən polisə nə şikayət eləyəcək? Başı ümumiyyətlə o kimsə indi video düzəldib, nə poxuyub, nə qələt edib, onun mənə nə dəxli? Özə mən Meksikadayım, mənə ümumiyyətlə heç aidiyyəti yoxdur. Bax, Quran haqqı deyirəm, Allah deyəcək. Mənim heç kimin paxıllığını çəkmirəm. Vallahi Quran haqqı deyirəm. Mən yenə də deyirəm, çıxsınlar ölkədən qıraqda böyük bir dünya şöhrətli bir sirkdə kimsə geçsin, işləsin. Onun bəlkə dili çıxar ki, Çingizdən yaxşı sirkdə işləyirəm, Çingizdən çox pul qazanam. Mən açığın deyirəm, burada Azərbaycanda heç bir pəhlivanlıqla məndən çox pul qazana bilməz də. Yəni pəhlivanlıq edib məndən çox pul qazanmırlar. Nə bilim, artıq nəsə bir şey eləməyiblər. Valla özümü tərifləmirəm, spor da eləyərəm. Yəni bu pəhlivanlıq eləyər, ümumi pəhlivanları deyirəm. Azərbaycanda nə qədər pəhlivan var, ümumiyyətlə bütün pəhlivanları deyirəm. Heç bax pəhlivanlıq demirəm, hansısa bir işdə istəsələr yenə də məndən çox pul qazana bilməzlər. Qardaş, mən kimin nə paxıllığını çəkib? Bax, gəlin məqsədlə danışaq da, insanın paxıllığını nəyə görə çəkməlidir? Məndən çox tanınıblar, məndən ağır qaldırırlar, məndən ağır qaldıra bilərlər, amma məndən çox maraqlı hərəkətlər eləyiblər, məndən nə bilim xaricdədirlər, çox pul qazanırlar, nağarırlar. Çingiz nəyə görə bir səbəb gətirsinlər, desinlər ki, Çingiz mənim paxıllığımı çəkir. Quran haqqı mən boynuma alım, deyim, bax, bu sıxılan sən paxıllığını çəkirəm. Mən Azərbaycanda bircə nəfərin paxıllığını çəkirəm, o da Vəlizar. Vəlizardan başqa, mən dilimlə deyirəm, mən Vəlizardan başqa heç kimin paxıllığını çəkmirəm. Halal olsun ki, o Vəlizara 3 aydır TikTokdadır, bütün Azərbaycanın 90% onu izləyir. 90% Azərbaycanda Vəlizar, mən onun paxıllığını çəkirəm. Həqiqi mənim paxıllığım, içimdən bir paxıllıq əmələ gəlir, özümdən asım. Mən neçə ildir daş qaldırıram, onu eləyirəm, bunu eləyirəm. Mən Azərbaycanda 90% adam qozuna qoymur, 10%-i mən sayırda, 10% Azərbaycanda mənim videolarıma dəstək olur. Amma bu Vəlizara halal olsun ki, 3 aydır getdi, kiprik dırnaq qoyub, partladır. Halal olsun, qardaş. Vəlizara halal olsun, qardaş. Bax, məsələ budur. Mən onun paxıllığını çəkirəm. Mən hətta Vəlizarla bir sirlərini öyrənmək istəyirəm ki, mənə bir dizayn versin. Bir pəhlivan olaraq mən nağarmalıyam ki, mənə də elə izləsinlər. Mən ona belə bir sual vermək istəyirəm ki, ay Vəlizar, mən nağarım ki, yəni o çox bilmiş adamdır da, yəni o dünya səriştəsi çoxdur bu işdə. Amma mən elə gələm ki, Vəlizara o sualı versəm, Vəlizar mənə deyəcək ki, gözvə qaşva kiprik qoyucuyla, gir qaldırıcıyla səni çox adam izləyəcək. Çünki bizim cəmaat elə şey bildir. Mən nə Nürəddinin paxıllığını çəkirəm, nə o birisinin, nə bu birisinin, qardaş, Allaha and olsun. Onların nəyin paxıllığını çəkirəm, belə, nə bilim, yenə də deyirəm, sonra o kişi qoşulub o Səhrab, deyir ki, çəçələ barmağımla yerdən şeyi qaldırıram. Özə deyirlər namaz qılar. Namaz qılan adam niyə yalan danışırsan? Sən çəçələ barmağınla yerdən 100 kilo qaldıra bilərsən, ay Səhrab. Cəmaat 32-ni qaldıramır. Mən 24 kilonu güc balı ilə qaldırıram. Yox, 50 kilonu qaldıram. Mən öz gözümlə görmüşəm. 45 kilonu qaldırıbdı Vüsal Pəhlivan.
O 45-də mənim 45-im olub. Allahın and olsun Vüsal onu qaldırıbdı, nətər qaldırıb özdə. Yerə oturub dizi üstə. Yerdə ayaq üstə yox, yerdən götürdü. Cırla, da gözünə qan yığıldı, onu qaldırdı, qoydu çiyninə, sonra qalxdı ayağa qaldırdı. Bunu mən öz gözümlə görmüşəm. 45-i dizi yerdə buradan çəçələklə, özü belə keçirdi. Qardaş, 100 kilonu qaldıra bilməz. Salam Ceyhun, necəsən ürəyim? 100 kilonu qardaş qaldıra bilməz. Bu yalandan şey deyirlər. Ramo nətərsən ürəyim? Gülür Ramo. 100 kilonu qaldıra bilməz brat. 100 kilo. Sonra deyir 100 kilonu deyir, jim eləmişəm deyir belə. Sən 100 kilonu jim eləmişsən. Möhtəm oxuyur. Yazılar düşmüşsünüz. Səncə mən sənə bir dənə məsləhət verə bilərəm amma qaqa. Ərizə neysə, qaqa ölməyib ki. Deməli, Çingiz, götürə bir dənə süpürgə soxursan, olursan tovuz quşu. Aha. Ha, süpürgəni də qaqa kraskaya batırsan, rəngli kraskaya. Sarı, qırmızı, yaşlı. Gözdə də Ramoda, mən səndən qulaq məsləhət asın mənə. aldım. Bəlizardan məsləhət aldım. İnanıyorum sənə ki, qaqa, Allah'ın dostunu Çingiz. Sən eləmişsən onu. Çingiz, sən onu mən sənə bir söz deyirəm, qaqa. Çox götürmə süpürgəni, qaqa, çıx sirkə. Tovuz quşu şeyində, cildində. Dünya səni tanıyacaq. Belədir, thank you, mənə xəbər orasındadır ki, məsləhət verən insanlardan qaqa, məsləhət verən insan özü onu praktika eləməlidir ki, mən ondan məsləhət Sən özün praktika eləmədiyin şey mənə məsləhət verirsən. Ay, o videodan sonra şey oldu, inkişaf oldu, yoxsa yox? Aha, videodan sonra çox inkişaf olub. Yəni çox gücləşmişəm. Yəni əvvəlki kimi Doğrudan, sən sizin çəkdiyi videodan sonra deyirəm. Əlin söhbətini şeylədim, Ramo, nədir? Əli ilə danışdım, əlini başa düşdü. Ramo özü, bəs mən də onu deyirəm də, adam, məsləhət verən adamlar gözəl şeydir məsləhət, amma yenə də deyirəm, məsəl üçün, ağır daş qaldırmayan adam mənə məsləhət verə bilər, yox. Ramo özü onu əgər eləyibsə, həqiqətən uğur qazanıbsa və mənə məsləhət görsə, mən onu eləyərəm. Amma mən pəs sirkdə işləmirəm, baxın, qardaşım, sirkdə işləsəm, götürə süpürgə soxmaq üçün hökmən sirkdə işləməli deyilsin. Yox, sən bəzərdə məsləhət, yox, sən qaqan ölməyib ki, sən məsləhət verirsən. Yox, yəni yenə də deyirəm, sən onu verdiyin məsləhəti özün icra eləmisənmi, məsləhət verirsən? Məsləhət iki yox da, yəni, bu gec haqqları mən bilirəm. Yox, onda mənə nə deyirsən ki, götürə süpürgə yox da, mən bilirəm də 100% əminəm. Əmin ola bilmərsən axı sən, qardaş, özün praktika elə, özün götürə süpürgə sox, praktika elə. Görsən ki, qəşəng effekt verir, mən razıyam, mən də götürmə süpürgə soxacam. Məndən artıq mən 100%, mən sirkdə işləsəm 100%, qabağa getmək üçün qaqa belədir də, bu dövrən budur. Qulaq asana bir şey deyirəm. Əli, nətərdir bəzə? Deyirəm, yəni, effekt oldu qaqa. Effekt oldu, o video çəkilmişdim, köynəyimi soyunurdum, həmin videonu deyirsən? Yox, sinci deyirəm, yəni reklam elədi, takipçi çaldı. Yox, bunun YouTube kanalı var, Əlin YouTube'u yoxdur axı. Mən nə dedim, bəlkə reklam yedim. Yox, təzə söhbət var, Ramo, təzə məsələ var. Bu axırıncı dəfə Əli ilə söhbətin bilsən nə üstündə düşübdür? Əliyə zəng vurub salıblar. Əliyə zəng vurublar telefonda, deyiblər ki, qoşul canlıya Çingizə protiv getginə. Məsələlər var, sənin xəbərin yoxdur. Kim deyib ki, ay Əli? Soruşdu Əlidən, sən hələ Əlidən soruş gör, nə hadisə başlayıb? O mu deyir ki, kişi? Zəng elədim, deyirəm də, mən bu qocasında ağlı yoxsa cavanı neyləsin, qaqa? Başa düşmür olar. Mən də getməyəcəkdim, onun tirkasına. Prosta zəif yerimi tutdu. Bilirdi ki, mən Çingizə mən haqda paylaşdığı videonu sildirmək istəyirəm. Zəng elədi, mənə dedi ki, o videonu sildirəcəm Çingizə. Axşam qoşularsan canlıya, müzakirə eləyərik. O düz hərəkət eləmir, nəmnə. Mən də ona inandım, girdim canlıya. Sildirdi bə? Yox, sildirənmədi. Prosta Çingiz başa düşdü, özü siləcək. Yəni, bu danışıqdan sonra. Prosta onun sözü ilə Çingiz silmədi. Yox, heç olmadı. Amma sənə tırka verir. Mən sənə dedim, düzgün danışdığın üçün, səmimi olduğun üçün, qardaş, mən onu siləcəm. Sənin sənin şəxsən öz xətri var. Mən Nürəddin kimdir ki, qardaş, mənim diyeceğim adımdır. Nürəddin mənə həmişə deyirdi, o gedə var ya, o Heydər, onun videoları üçün, mən görsən silməmişəm onun videoları. Yəni, Instagramda, YouTube'da onun videoları var, söyüşlü videolarında qoymuşam, qalıb orada. Vallahi yenə də deyirəm, mən sənin heç bir işim yoxdur. Ya da intriqam yoxdur. Mən sənə heç çox pislik eləməmişəm. Nabrod, mən sənə həmişə padel. Prosta birdən-birə ara vuranlıq edirlər, aramızı vururlar, eybi yox.
Nə olar? Onları Ramiyə tapşırıram. Narahat olma Ali. Koca adam deyir qaqa, qoca nə işin olmaz yetim. O yetim yaşdaşı be yetim. Adamla mənim münasibət. Çünki səhər gün canlıda mənim dalımcan danışıblar. Bu adam mənə heç nə deməyib. Məni müdafiə eləməyib orada. Halbuki Çingizi təliyə salmaqdan ötürü deyirdi, Çingiz düz hərəkət eləmir. Nə səhər gün amma dinmirmiş. Demir yetim. Qocaldı insan ya petuklaşır ya şahlaşır. Demin, evet. Ne diyelim? Deməli Çingiz, mən sən bir şey çatmır. Anlatırlar, küllüyürlər, birliyi belə dəstə olur, birliyi belə getdi. Küllüyürlər, yalandan danışırlar. Bu millətdən nə dəstək gəlsin? Hamı ölçüsü qazanıcıdır. Biri izlənmək üçün ona yaltaq eləyir, biri nəmin o işinə girmək üçün yaltaq eləyir, biri izləyici yığmaqdan ötürü onu eləyir. Bu milləti mənə tapdırırsan sən qaqa. Mən TikTokda gedən bütün prosesləri insanların sıçdığı poğu rənginə kimi biləm. İnsanların aldığı nəfəsi bilirəm. Bu TikTok'un geliş haqqını mənə öyrədirsin qaqa. Neçə ildir biz buradayıq qaqa. İnsanlar niyə kimə salam verir, niyə gəlir canlıva, nəyə görə kimsə kiməsə yaltaq verir, hamısını bilirəm qaqa. Burada qızlar var idi, pek eləməkdir, qoşurdu mənə, Qurana and olsun. Allah'a and olsun, tanınandan sonra follow'dan çıxardırdılar, izləyici yığandan sonra, nə bileyim qaqa, dəstəkçi olandan sonra hamısı follow'dan çıxardırlar, real həyatda görürdülər, salam vermirdilər. Onları mən görən, bir olur, iki olur, üç olur, sonra bunların aldığı nəfəsi görürsən, qaqa. Sən mənə motorun şeyindən danışa bilərsən, klapanın hansı sürətdə, hansı açılır, amma bilməyəcəm. Yalan da danışsa inanacam. Amma sən mənə bu TikTok'un geliş haqqlarını heç öyrəyə bilmərsən. Çünki bunların hamısını yaşanmışam bilirəm. Deyirsən ki, yaşlı adamlar da burada prim kasa bilər. Elə çəkdiyi videolar görmürsən, qaqa. Ağzında şey qaldırır, o boyda bədənlə qaldırır, didişimlə qaldırır. Görmürsən, prim deyir, bu nədir bu? Bu vaxtı Allah'ın olsun. Qaldırmaqdır, eləməkdir, belə şeylərdə var, yox. Liboy pəhləvana meydan oxuyaram. Liboy. Dartmaqdır, çəkməkdir, nə bilim. Amma əldə belə Çingizə mən batanmadım. Yalan deyəm. Çingizin elə şey var ki, kötü üçün deyir. Pəhləvan olmur, heç pəhləvanın tıvayına olsun. Bax, o uşaq var, Elmir var ha. Deyirsiniz ha, belə səyənətinə. Sizə zarafat gəlir, amma həqiqətən də o uşağın gücü var ha. Elə şeydə məsələ deyərəm ki, ona heç kim gücü sata bilməz. Yo, gücü var qardaş, onun heç kim demir ki, gücü yoxdur. Gücü var, prosta bir ara ostraq videolar çəkirdi, sonra nəsə tərgitdi onu. Daha önce öz bildiyi videoları çəkir. Yox, rəqibin çıxdı deyəndə məzələnirsən, Rəşqa. Azərbaycan rekordu qırıb, o 305 kilodur, 310 kilo, 300 neçəsə kilo şıdan. Neçə kilo qırdın sən o vaxt Azərbaycanda olanda, Ramo? Tiaga neçə dartdın sən? 320 idi, 305 idi. Mən rekord qırmamışam, mən rekord qırmamışam. Mən rekord da dartmamışam, heç şey qırmamışam, mən rekord da eləməmişam. Mən sadəcə olaraq yarışda bir dəfə çıxdım, bir dəfə yarışa çıxdım, opşi. Yarışda deyirsən? Hə, bə yarışdan danışıram da. O Strongman yarışında nə qədər dartdın Tiaga? Yarışda mən qaqa, yarışda 305 kart dartdım, 305 dartdım. Çəkimə görə, çəkiyə görə, opşi məndən ağır çəkiləri o absolutun çempionu sayılırdım, opşi. Çempion oldun da, düzdür qardaş. Azərbaycan çempion oldun da, absolutda həmin o öz çəkində. Həm çempion oldum, həm çempion oldum, həm də absolutun çempion oldum. İçində, bütün çəkimlərin içində. Yox qardaş, mən onun qaldırdığı ştangı qaldıra bilmirəm, Murat. O deyir də, o arxançılıqla deyir ki, varsa pəhlivanların içində məndən ağır qaldıran, ya meydandayım. Yəni, biri var zalda çəkə, rekord da, yəni onun orada hakimlər olub, yəni hakimlərin gözünün qabağında qaldır bu. O zalda deyə bilərsən ki, inanmıram, qoy tərəziyə, başa düşdün? Çəkimdə eləmişəm, çəkimdə çempion oldum, yetim. Məndən qabaq Avropa dünya çempionu idi, onun çəkinə apardım. Nədir onun adı? Və opşi çəkilərin hamısı içində də absolutun çempion olmuşam. 20 gün bir ay yarışa hazırlaşıb çıxmışam. Deyim biləsən, yəni mən illərimi qoymamışam. Əsas odur ki, və mənə yarışdan sonra Allahdılar. Məşq eləmişsən də, məni yarışdan sonra Allahdılar.
Şey eləməmsən ki? Ha, yo, bir ay məşqə çıxmışam. Amma məni Allahdılar qaqa. Yarışdan sonra ikinci ay mənə yığdılar. Federasiya strongmanı Allahdılar ki, yarışa hazırlaş. Adıma yarış keçirik. Pul qoyuruq, başıma pul qoyuruq. Gəl falan kəs səndən orada pullar qoyurlar. Biz sənin yarışa çağırırıq. Red Bull sponsor olur. Nə bilim Bakının harasında sizə Sumqayıta qoyaq. İstəyirsən Bakıya bulvara qoyaq. Yarış açıq havada olacaq yayda. Yağlan Allahdılar götüm dağla ezaldan 325 dartdım. Damarım zaten boğazım zaten kan tərər. Sonra yığdım yarışın vaxtını bir kəfti ağrı qaldırmamalısan, bərpa olasan. Sonra yığdım mənlər nə yarışı, yarış da yoxdur, sponsor yoxdur. Allahdılar mənə yağlan bilə ciyarımı dağıtdılar. Ondan sonra tüpürdüm dedim, əcəd işimizlə məktub oldu. 320-də zalda dartıb, 320 kilo. 325 kilo. O ziyan ver Ramo. Deyə dizlərim ağrıyır. Qaqa dizim bir dəqiqə vitaminlər içirəm. Diz ağrısı üçün içirəm, balıq yağı içirəm, vitamin C, D, E hamısını atıram qaqa. Sırf diz üçün, kalsium, 20 cür vitamin atıram. Qaqa profesional idman heç vaxt sağlamlıq deyil, kim nə deyir desin, heç vaxt. Qaqa idmanda pul yoxdur, kim nə deyir desin. Heç nə demirəm, Amerikada ən məşhur bodybuildingdir. Neçə dəfə Mr. Champion olaraq Coleman yaşadığı zalının zadına baha yetim. Nə üçün köhnə bir vəziyyət, köhnə bir evdə, yəni heç nə də yəni səni. Büyücü bir dənə motor ustası ondan 10 dəfə baha yaşayır, ondan 10 dəfə yaxşı yaşayır. Həm sağlam, həm də ki bomba kimi. Bütün içləri salatlar da dağılıb. Yetim nə içsə, götünün şeyi yoxdur, sümükləri şaybanandır, yetim. O nəyə görə elə oldu, Ramo? Birdən-bir oldu. Qaqa, məzələnirsən, şeydir də, qaqa, onun işlədiyi ağır çəkidə bütün oynaqları yedi axı. Oynaqları hamısı yedi, getdi. O boyda steroidlər edirlər, o boyda asan deyil, qardaşım. Bir yarış var, ha, bilirsiniz, yetim. Olmadı. Salamat. Yaqın genetikdir də bunda, sümük yeyilməsi. Yaxşı, mən yaman getdim, gündə. salamat. Ay, əli öpürəm, qaqa. Nə olsa o gecə Əli, Çingiz yekəlmisən ha özə, maşallah nə boyda olmuşsan, ha, çəkin zaten idman qalxır. eləyirəm də ona görə idman zad eləyirəm axı onunla əlaqəlidir. Sən Əli Yeyirsən, Ramodan içirsən, hə? məsləhət al idman haqqında. Ha, yeyib içirəm. Çəkisi çox qalxır, nə atırsan ki belə? Heç nə atmıram. Yəni 77 kiloam hazırda. Əvvəl 70 kilo, 68 kilo belə. Görürsən, fərq var. Arxa, belə 77 qalxmısansa qalxacaq ha deyim biləsən. Kodlanmısan. İnşallah görək də. Heç qalxacaq. Hə, inşallah. Qocaya fikir vermə, qocanın dərdini çəksən arxalayacaq. arxalayacaq. Qocaya fikir versən arxalayacaqsan, fikir vermə. Allah heç kimə fikir vermir, heç. Çingiz bu canlını kayd edib paylaşarsan YouTube-da, qoy hamı görsün. Hə, yaxşı. 100%. Yəni, kayd edib. Ha, gecəniz xeyrə qalsın, sağ ol. Salamat da. Sağ ol Əli, Salamat. Və yaxşı bax. Şahı sisindirmin, hə, sənə görürsən yetim dissini bizir. Saf adamdır da, qaqa, saf adamdan həyatda istifadə eləmək çevirçüdür, Çingiz. O uşağın da videosunu sil, Çingiz, o uşaq mənə dəfələrlə deyib, yəni pis uşaq deyil, mən o tərədə danışmışam, Hansı uşağı sən hər dəfə deyirsən? O Zamin var ya, Zamin incə çevirir. O uşaq başa düşən uşaqdır, ha, mən onunla telefona danışdım. Zamin girib burada məndən üzr istəməsə, mən onun bildim də, yəni problem deyil, istəyirsən, onu mən deyim, gəlsin, elə uşaqdır. Hə, deyirəm ki, ona bir kəlmə desəm, gəl üzr istəyəcək. Yəni o uşaq elə pis uşaq deyil. Çingiz, danışmışam, yəni danışığından başa düşürəm də. Nəyə desəm gedən uşaqdır da, yəni başa düşdü nə demək istəyirəm. Qaqa, onun bir gün çağırarsan canlıya, girər canlıda, mən ona ilişməmişdim. Elə ürəyin istəyir WhatsApp-a deyim, yəni elə uşaqdır ki, yəni WhatsApp-da danışmışam da onunla. Yəni arada bilirsən yazır, keyf əhval soruşur zad deyir. Yəni anlaşılmazlıq olub, amma belə mən sənə deyim ki, başa düşən uşaqdır. Yəni həqiqətən başa uşaqdır. Mən özüm bilsən ki, hər adama zatmı. Şeydə də xəbərim var da, o qısa başına tük əkdirib, yetim ən bahalı yerdə. Kim? Roş. Hə, onun videosunu gördüm. Əməliyyata gedirəm, elə dedim, yazın Allah eləməsin, nəsə ağır əməliyyata gedir. Başına tük əkdirməyə gedir, deyir əməliyyata gedirəm. Çingiz, mən ölüm onu bir daha WhatsApp-da qoşu danışaq da, Çingiz, nə olar? Quran haqqı qoşulmur, səndən qaçır.
Ay, mən istəyirəm WhatsApp-da onunla danışım, yetim. Qaç, sən onu neynəmirsən ki, o səndən Ola qaçır işinə, bura? təhlildə danışır. Təhlildə danışmısan, axırın zavatsan danışmısan oyna. Axırda 5-6 ay 7 ay bunlar o, bir bunlar o. Yetim O o niyə elə saçın pis ki? o saçın əkdiyi yer elə belə yer deyil ha, normal yer deyim biləsən. Doğrudan. Ha, valla. Ne oldu Çingiz? Roş başına tükətdirir. Ay Ramı, bu Ameli kimdir? Bütün günü girir Ay, mənim nə canıma. bilim, Amelin ağzında sən şırdanım, mən nə bilim. Ameli, qalx yuxarı görək kimsən. Ha, mənə zəng gəlib WhatsApp-da, gedirəm, öpürəm öz-üzə. Sulu yeməyə fikir ver. Sağ ol Ramos. Öpürəm, qaqa, Emil öz-üzə müqayət ol, qaqa. Sağ ol. Tamam sen de özünden mağarak ol. Ha Çingiz. Yani gördün de meseleler gaga. Gördüm ha. Yani her şey göz Aslında- kapağı. Bizden haber. Ha. Əslində hiss eləmişdim məsələni. Amma sağ ol Akula, sən nə tərsən brat? Nə? Dedi, gördük də. Ay nə bilim. Abi Əli safşaqdır, sən söyləyim. Əli mənə yaxşı ki mənə yığdı. Həmən günü mənə yığı bu. Çünki mənə yığdı dedi ki, Nurəddin mənə zəng edib. Ay yox, Əli yalan Mən də dedim ki, danışmıram. Qardaş, Əli niyə- uşaq mən Nurəddin heç vaxt Əlinin tərəfini tutmayım. Nurəddin imkan vermirdi. Orada elə bir Əliyə danış. Danışsın da. Bura prokuraturadır, məhkəmədir, nədir bu TikTok ya? Olmaz qardaşım. Gör nə Olmaz oldu? qardaş Əlinin danış orada. Fikir vermə Çingiz. İşində sənə uğurlar arzu edirəm. Yəni bizdə nədir qaqa? Realda sən məni tanıyırsan necə insanam. Biz heç vaxt insan daha sonra iş görmürük qaqa. Heç mən də çıxıram Emin. Çıxım ekran kaydınız adında YouTube'da paylaşım. Öpürəm brat. Oldu mən də öpürəm. Özündən mağarat. Onun da videosunu bağlayayım, yazıqdır. Davay brat. Hə, sağ ol bura. Özündən mağarat ol.